Salam əziz abituriyentlər. Bu günlər funksiyalar B sınağının izahına baxacağıq. Birinci sualda M parametrinin hansı qiymətində cüt funksiyadır. Əvvəlcə bunu biz sadələşdirməliyik. Yəni 1 çıx x mötərizənin kvadratını açıram. X kvadrat çıxılsın 2x üstəgəl 1 müxtəsər vurma düsturları ilə çıxılsın 8mx üstəgəl 8m yazılıb. Funksiya cüt funksiya olması üçün tək dərəcələri bu misaldan götürmək lazımdır. Tək dərəcələrdə x-in tək dərəcələri baxın buradadır, yəni dərəcələri 1-dir. İndi mən buradan altına xətt çəkdiklərimlə mənfi 2x-i çıxarsam mötərizənin xaricinə. Mənfi 2x çıxanda qalır 1 üstəgəl 4m. Bunun əmsalını götürüb 0-a bərabər edirik. Yəni 4m üstəgəl 1 bərabər 0-a 4m bərabərdir mənfi 1-ə, m də bərabərdir mənfi 4-də 1-ə. Yəni m mənfi 4-də 1 olsa bu funksiya cüt funksiya olacaq. İkinci sual, funksiyanın qiymətlər çoxluğunu tapın. Bu nə idi? Koşi bərabərsizliyidir. Yəni x kvadrat üstəgəl 16 bölünsün x kvadrat. Əslində bunu bildiyiniz müxtəsər vurma düsturlarından da yazmaq olar. Yəni bu nəyin açılışıdır? X çıxılsın 4 bölünsün x mötərizənin kvadratı. Bir də burada bunun açılışında nələr var? X kvadratı var, 16 böl x kvadratı var. Bir də çıxılsın bunların 2 misli var. Mən üstəgəl 2 mislini yazıram ki, islah olsunlar və bərabərlik doğru olsun. Yəni bu sonda yazılan 8 müsbət sonsuzluq. Amma 8-i alır, sonsuzluq isə açıq mötərizədə. Koşi bərabərsizliyi ilə yazsaq əgər, birinci onu ilə dedim. Çünki eyni sualı, baxın x kvadrat üstəgəl 16 bölünsün x kvadrat böyük bərabərdir. 2 vurulsun kök altında bunların hasilidir. X kvadrat vurulsun 16 bölünsün x kvadrat. Bunlar gedir. 16-dan 4 çıxır, 2-ni 4-ə vurduq. Yəni 8-dən böyük bərabər deməkdir bu. İndi soruşsaq ki, bu koşi bərabərsizliyin 2 tərəfi var da, bir də kiçik bərabərdir, mənfi 2 vur kök altındadır. Bu misalda indi o hissəsinə baxılmır. Çünki kvadratlar cəmi heç vaxt mənfi olmur. Ona görə də elə yalnız müsbət tərəfinə baxırıq. A variantı cavab. Üçüncü sual, funksiya artandır. Bu artan funksiya, bilirik ki, y bərabərdir, x kül funksiyası artan funksiyadır. Bunun qabağındakı müsbət olmalıdır. Yəni, müsbət olması üçün götürüb onun əmsalını, üçüncü sualda müsbət yazmalıyıq. 49 çıxılsın k-nın kvadratı böyükdür 0. Buradan mənfi 1-ə vursam, k kvadrat çıx 49 kiçikdir 0. Burada k çıx 7, k üstəgəl 7. Kiçikdir 0. Ədəd oxunda baxsaq, mənfi 7, müsbət 7, heç bir daxil deyil. Çünki daxil olsa, baxın, burada da fərqlidir, deyir onsuz da. Sabit funksiya yaranacaq da. Məsələn, k-yə 7 versəm, bu y bərabər 0 olacaq. 7-nin sağ tərəfinə ədəd qoysam, müsbət, mənfi, müsbət. Bizə də lazımdır mənfi tərəf. Burada mənfi lazımdır. Cavab mənfi 7, 7. İndi burada neçə tam qiymətində? Daxil deyil, mənfi 7. Onda mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0. Birdən də 7-yə çəndir. Bunun qısa yolu var əslində. Baxın, yəni mən axtarıram mənfi 6-dan müsbət 6-ya qədər ədədlərin sayı. Burada olur 6 çıxılsın mənfi 6 üstəgəl 1 eləyir 13 dənə. Və yaxud da ikinci sonunu göstərim sizə. Elə bir ki, mənfi 7-dən müsbət 7-yə qədər ədədlərin sayını tapanda, burada da olur 7 çıxılsın mənfi 7 çıxılsın 1. 14-dən 1 çıxırsan 13. Qapalı mötərizə olanda çıxırıq, üstünə 1 gəlirik. Açıq mötərizə ilə baxıramsa, çıxıb 1 çıxırıq. Sualın cavabı olur 13 dənə. Say olaraq 13 qiymətində artan funksiya olur. Funksiya təkdir. Tək funksiya götürüm 0 müsbət sonsuzluğunda azalan. Tək funksiya deyirəmsə, y bərabərdir, x götürəcəm. Yəni, x-in tək dərəcəsi də, x üstü 1 götürürəm. Amma 0 müsbət sonsuzluqda azalırsa, qarşısına mənfi atacam. İndi deyir ki, bunu həll eləyin. Baxın, burada fx, yəni funksiyanın özü, mənfi x, kiçik bərabərdir, x-in yerinə 10 qoyuram, olur mənfi 10. Bunu da mənfi 1-ə vursan, olur x böyük bərabərdir. Ondan. Bərabərsizlikdə mənfi 1-ə vuranda işarə çevrilir. Yəni, ondan böyük bərabər y variantı. Gəlsək 4-cü suala. 4-cü sualda
Dördüncü sual yox, daha doğrusu burada beşinci sualdır. Beşinci sualda funksiyanın qiymətlər çoxluğunu istəyir. Y bərabərdir. Kök altında mənfi 2x kvadrat üstəgəl 4x üstəgəl 14. Birinci bu funksiyanın azalan olduğunu qeyd edirəm. Çünki kvadratın əmsalı mənfidir. Azalan funksiya burada sıfırdan başlayır. Çünki kökün ən kiçik qiyməti 0. Bir də kök altında n-ə qədər. N özü də daxildir. Bunun n-in hesablayaq. N bərabərdir 4ac çıx 1 kvadrat böl 4a. Düsturu artıq bilirsiniz. 4ac 4 vur mənfi 2, mənfi 8 vur 14. Çıxılsın b kvadrat 16 bölünsün 4a, yəni mənfi 8. Yuxarıdakı nə eləyir? Mənfi 112. Çıxılsın 16 bölünsün mənfi 8. Bu da eləyir mənfi 128 böl 8, mənfi 8. Mənfi mənfiyə böləndə müsbət eləyəcək. Bunları 4-ə ixtisar eləsən 2, 4-ə bölsən 32, 32-ni 2-yə böldün 16. Yəni 16 n-dir. N bərabərdir 16 tapdım ha, mən düzdür. İndi burada kök altında n-dir də. Yəni kök altında 16-ya qədər 0-dan 4-ə qədər 0 da daxildir, 4 də daxildir. B variantı. Gəldik 6-cı suala. 6-cı sualda deməli 6-cı sualda funksiyanın təyin oblası deyəndə kökün altında x-in ala biləcəyi qiymətlər. Yuxarıda x çıx 18-dir. Aşağıda da pi çıxılsın y. Pi-nin ədədi qiyməti 3,14-dür. Y 2,71-dir. Təxmini. Yəni bunlar ikisi də irrasional ədəddir. Deməli aşağıdakı müsbət eləyir də, böyükdən kiçiyi çıxırsa. Müsbəti də müsbətə böləsək gərək. Bu kökün mənası olsun. Yəni x çıx 18 müsbət olmalıdır. Hətta daxildir, çünki sürətindir. Məxrəcin olsaydı altında xətt qoya bilməzdik. Sürətdədirsə qoya bilirik. X də böyük bərabərdir 18-dən C variantı. Tərs funksiya çox yəni sadə bir şeydir. Y bərabərdir 3x üstəgəl 5-dir. Buradan 3x-i tapıram. 3x bərabərdir y çıx 5-ə. X-in özünü tapıram. Y çıx 5 böl 3-ə. Adlarını dəyişirəm indi. Y bərabərdir x çıx 5 böl 3. Bunu necə verib bizə? X çıx 5 böl 3 elə bu formada verib. 8-ci suala gəlsək. Təpə nöqtəsinin ordinatı deyəndə n-dir. Ümumiyyətlə funksiyanın parabolanın təpə nöqtəsinin koordinatları m və n-dir. Ordinatdakı y deməkdir. Yəni n. N bərabərdir mənfi 1-dir. Düsturu yenə deyirəm. Burada qeyd edeyim sizin üçün. 4ac çıx b kvadrat bölünsün 4a. Burada baxın. A buradakı əmsaldır 1-dir. A budur. B bunun əmsalıdır. Yəni A-dır. C-dəki 3-dür. Düsturda qoyuram yerinə. N bərabərdir 4ac. 4 vur 1 vur 3. 12. Çıxılsın A-nın kvadratı. B kvadrat B-nin yerində A durur. Bölünsün 4A, yəni 4. Verib mənə mənfi 1 qiymətini, N-in qiymətini mənfi 1 vermişdi. Oldu belə. 12 çıx A-nın kvadratı bərabər mənfi 4. Burada A-nın kvadratı 16 eləyir. A da bərabərdir. Müsbət mənfi 4. Şərtdə demir müsbəti ya mənfini, onda hər ikisidir. Sonra funksiyanın sıfırlarını tapın. Sabit funksiyanın sıfırı yoxdur uşaqlar. Funksiyanın sıfırı deyəndə ümumiyyətlə onu götürüb sıfıra bərabər eləmək lazımdır. Məsələn, başqa bir funksiya versəydi, tutam ki, məsəl üçün deyirəm, y bərabərdir 5x üstəgəl 4 versəydi. Bunun sıfırını tapsa götürüb sıfıra bərabər eləyəcəm. İndi bunu elə belə etdim. Burada da funksiyanın sıfırını tap deyir. Bu sabit funksiyadır. Bunun sıfırı yoxdur. 10-cu suala gəlsək. Funksiyanın qrafiki nöqtədən keçirsə, bilirsiniz ki, bu birinci x-dir, ikinci y-dir. Y-i qoyuram yerinə 2 bərabərdir. X-i də qoyuram, 1 qoyuram. 1 çıxılsın 2m üstəgəl 4. Kvadrata qaldırdım bunu sadələşdirmək üçün. Deməli, 4 bərabərdir. Kök altında 5 çıxılsın 2m. Kvadrata qaldıraq indi. Bir dəqiqə, burada kvadrata qaldırmışam. 2-nin kvadratı 4 yazmışam. Belə göstərim sizə. Kvadrata qaldırmışam. 2-nin kvadratı 4. 5 çıxılsın 2m. Buradan 2m bərabərdir 1. M də bərabərdir 2-də 1, 0,5.
Nə istəyir burada? Elə m-i tapın. M də oldu 0,5. Çox asan. 11-ci sualda düz xətlərin kəsişmə nöqtəsi. Kəsişmə nöqtə nə deməkdir? Götürüb bərabər eləyirik də onları. Yazıram 3x çıx 7 bərabərdir 4x çıxılsın 10-a. 4x-dan 3x-i çıxdım. Mənfi 7-nin üstünə 10 gəldim. Ya da ondan 7 çıxdım 3. X-in 3 olduğunu burada qoyuram yerinə. Yəni 3 vur 3 çıx 7. 9-dan 7 çıxdın. Y-in də 2-dir. 3-ü burada da qoysaz eyni cavab alınır. 3 vur 4 12 çıx 10. Yenə də 2-dir. Çünki eynidir də. Kəsişmə nöqtəsində onlar bərabər olur. Deyir ki, koordinatların hasilini tapın. 3-ü 2-yə vurursunuz. Yəni 2-nin cavab 6. 12-ci sual. Bütün ədəd oxunda artan funksiyanın qiymətlərindən hansı ən kiçikdir? Artan funksiyada ən böyüyə ən böyük uyğun gəlir, ən kiçiyə ən kiçik. Amma azalan funksiya desəydi tərsinə götürəcəkdim. Böyük deyirsə kiçik götürəcəkdim, kiçik deyirsə böyük. Burada artan funksiyanın ən kiçiyini istəyir. Elə buradakı ən kiçik F2-dir, yəni D variantı cavab. Burada D variantı. Sonra gəldik. Neçənci sualdır bu? 13-cü suala gəldik. Burada baxım qalmadı. 12-ni izah elədik. 13-cü sual. Mənfi 2 parçasına təyin olmuş tək funksiyadır. Tək funksiyada baxın, mənfi f mənfi x bərabər mənfi f x-a. Yəni mənfisini qoyanda qarşıya çıxır mənfi. Burada bir də ki, tək funksiyanın f0-ı 0-dır. Bunu da yadınıza salın. Yəni ki, bu 0-dır. Deyir ki, f mənfi 2 bərabərdir 3-ə. Biz də yazırıq ki, f2 bərabər mənfi 3-ə. İndi f2 veribsə, f2 olur mənfi 3. Üstə gəl 3 vurulsun. F mənfi 2 veribsə, o elə 3 idi də. 9-dan 3 çıxdı, 6 üstü. Yəni, çox rahat şəkildə. Gəldi. 14-cü sual da asan sualdır. Belə görünməyinə baxmayın. Üstündəki mənfi bir tərs funksiya deməkdir. Mən yazıram f üstündə mənfi 1. Tərs funksiyada bunların yeri dəyişilir. Buraya yazırıq x üstə gəl 1-də, f(x) üstə gəl 1-də, 4x üstə gəl 3 olur. İndi deyir ki, tərs funksiyada 3-ü tapın. Bura mən neçə qoysam 3 alınacaq. X-a 2 verəndə 3 alınır da, düzdür. 2 üstə gəl 1, buradakı 3-ü alacam. Onda burada da 2-ni verəcəm. 8, o da 3, cavab 11. Yəni, bu qədər sadə. 15-ci suala gəlsək, funksiya tək funksiyadır, 0 müsbət sonsuzluqda artır. Bu elə bayaq işlədim bu sualı. Y bərabər x götürəcəm, tək funksiya 0 müsbət sonsuzluqda artan elə budur. Bayaq 0 müsbət sonsuzluqda azalan idi, mənfi atdım qarşısına. Burada elə həmin bu funksiyadır. Elə x böyükdür 2 yerinə qoyuram funksiyanı. Ən kiçik qiymət də olur 3. 2-dən böyük ən kiçik qiymət 3-dür. 16-cı sual. Deməli, 4-25 parçasına təyin olmuş funksiyanın tərs funksiyasıdır. Deməli, tərs funksiyalardan birinin təyin oblastıdır, digərinin qiymətlər oblastıdır. Baxın, bu funksiyanın funksiyası təyin olunub. Yəni, bu təyin oblastıdır. O birisinin qiymətlər oblastını istəyir. Elə tərs funksiyadılarsa, bunun təyin oblastıdır, o birinin qiymətlər oblastıdır. Yəni, bu 4-25 parçasını kökə salacam. 4-dən çıxır 2. Kök altındadır bu. 25-dən də çıxır 5 və bu kökün altındadır. Deyir, daxil ədədlərin cəmini 2, 3, 4, 5. Eləyir 15. 1-2 rüblərdə yerləşir. Burada fikir verin. Y bərabər kx plus b-dir bu. Yəni, kvadratik funksiya deyil, x-in üstü 1-dir. Y bərabər kx plus b funksiyası yalnız bu halda 1 ilə 2-dən keçir. Bura 1-ci rübdür, bura 2-ci rübdür. Yalnız belə sabit funksiya olsa, yoxsa belə əyri çəksən, məsəl üçün, belə çəksən və o 1 ilə 2-dən keçməyə bilər. Yəni, digər rüblərə də keçir. Yalnız bu halda, bu çəkdiyim halda 1 ilə 2-dən keçir. Deməli, sabit funksiyada da bu hissə 0-a bərabər olur. Yəni, a kvadrat çıx 5a üstə gəl 4 bərabərdirsə 0-a 1 və 4. Toplayanda 5, vuranda 4. 1 və 4. İndi yuxarıda qalması üçün də bu hissə müsbət olmalıdır. 25 çıx a kvadratını da yerinə qoyanda müsbət olmalıdır. Bir dəfə 25 çıx 1-in kvadratı, bir dəfə də 25 çıx 4-ün kvadratı.
İkisində də müsbət olur. Yəni 25-dən 1 çıxanda da, 16 çıxanda da müsbət olur. Burada dedik ki, A-nın hansı ən böyük qiymətində? 4 qiymətində. 18-ci sualda funksiya sabit funksiyadır. Sabit funksiyanın içərisində x yoxdur. Yəni buradan elə b bərabərdir 6-dır ki, bu gedir buradan. B-nin də yerinə 6 qoyanda, bura 6-dırsa 3a çıx 6 bərabər 0-a, a da bərabərdir 6-ın 3-ə böldüm 2. A vur B hasilini tapın, cavab 12. Sonra gəldik 19-cu sual. 19-cu sualda funksiyanın qrafik üzərindədir. Yazıram, bu x-dir, bu y-dir, yerinə qoyuram. Yəni 10 bərabərdir. K bölünsün, x-in yerinə -3. Buradan k bərabərdir, -30. K-nın -30 olduğunu tapdım. Yerinə qoyuram, funksiyanı yazıram. K -30'dur. K -30'dur. K bölünsün, x yazdım. Deyir ki, -f2. Bu -2 də yaza bilərəm bunu. Yəni -30 bölünsün -2. Cavab müsbət 15. Yəni mənfi bölündə müsbət eləyir. 20-ci sual. Buradakı yazılanlar başqa şeylərdir. Bunlar əvvəlki testdən qalıb. Bu hissələri silim. Deməli, 20-ci sual. Funksiyanın təyin oblasına daxil olan ən böyük tam ədəd. Y bərabərdir. Təyin oblasti x-in ala biləcəyi qiymətlərdir. Yuxarıda x istənilən qiyməti ala bilər. Amma aşağıda bilirik ki, kökün altında 0-dan böyük olmalıdır. 0 heç bərabər də ola bilməz. Məxrəcdə olduğu üçün. Yazıram 0,5 çıx 0,5x böyüdür 0. 0,5x kiçikdir 0,5-dən, x də kiçikdir 1-dən. Bunları ixtisarladım. 1-dən kiçik ən böyük tam ədəd. 1-dən kiçik ən böyük tam ədəd 0. 21-ci sual. Nöqtələrindən keçir. Y bərabərdir. Burada yazıram kx plus b. Bu nöqtələrdən keçirsə yerinə qoyacağım. Bu hissəmdən silim. Deməli, 0, 4. Bilirik ki, birinci x-dir, ikinci y-dir. Yəni 4 bərabərdir. X-a 0 versən, b. B-ni buradan tapdıq biz 4. Bir də ikinci bu nöqtəni qoyacağım. Yenə birinci x-dir, ikinci y-dir. Bu heç vaxt dəyişilmir. 7 bərabərdir. Kx, yəni x-a 1 versən k, üstə gəl b. Buradan da b-nin b 4'dür. B-nin 4 olduğunu burada nəzərə alacağım. Baxın, b 4'dür. K-mız da ki 7-dən 4'ü çıxsın 3. B də 4 idi. K üstə gəl b cəmi olur 7. 22-ci sual. Təyin oblastını tapın. Təyin oblasti sadəcə kəsr funksiyadırsa, sürətdə hər şey ola bilər. Yəni mənfi, müsbət, 0. Amma kəsr olanda biz bilirik ki, məxrəc 0 ola bilməz. 0-dan fərqli götürməliyəm bunu. Burada x fərqlidir. 20-ni 4-ə bölsən, mənfi 24-ə böldük, mənfi 5. X mənfi 5-i ala bilməz. Bunun cavabı belə yazılır testdə. Mənfi sonsuzluq, mənfi 5 birləşir. 5 müsbət sonsuzluq. Mənfi 5 müsbət sonsuzluq. Yəni ki, mənfi sonsuzluqla müsbət sonsuzluğun arasından mənfi 5-i çıxartdıq. 23-cü sual. 23 vahidi. Funksiya ən böyük qiyməti üçün məxrəcə ən kiçik qoymalıyam ki, 30-u kiçik ədədə bölüm, cavabın böyük çıxsın. Modulun ən kiçik qiyməti 0, 30-u da 5-ə bölürsən 6. 24-cü sual. Yenə eyni şeydir. Bundan işlədik bayaq. Y bərabər kx plus b-dir. Yenə x, y qoyacağım. Y 0 bərabərdir. X-ə 3 verdin. 3k üstə gəl b. Bir də ki 0, 12. 12 bərabərdir. X-ə 0 versən b. B-ni 12 tapdıqsa, buradan 3k bərabər olur mənfi 12-yə. K da bərabərdir mənfi 4-ə. K üstə gəl B cəmini tapın, o da eləyir 8. 12 mənfi 4 eləyir 8. 25-ə baxaq. Funksiyanın təyin oblastının mənfi sonsuzluq, müsbət sonsuzluq olması üçün.
deməli x kvadrat üstə gəl, o birisini mötərizə yazsam 5a çıxılsın a kvadrat üstə gəl 14. Kökaltı funksiyanın təyin oblasının mənfi sonsuzluq, müsbət sonsuzluq olması üçün mümkün tanqimətlərin cəmi. Burada y bərabər kök altında elə bir ki, x kvadrat üstə gəl hər hansı bir müsbət ədəd olarsa, məsələn 2, 4 və ya başqa bir ədəd. Bir ədədi kvadrata qaldırıb üstünə 2 gələndə burada x artıq istənilən qiyməti ala bilir. Çünki heç vaxt 0 və ya mənfi qiymətlər olmur kökün altı. Amma kökün altına məsələn x kvadrat çıx 5 yazsam, burada x-ə elə qiymət verə bilərəm ki, bu mənfi olsun. Məsələn 1 verərəm, 1-dən 5 çıxacaq, mənfi olacaq. Yəni bu isə müsbət olmalıdır da, sonradan yazılan müsbət olmalıdır. Yazıram 5a çıxılsın a kvadrat üstə gəl 14. Böyükdür, hətta bərabərdir də 0 ola bilər. Yəni bu 0 olsa y bərabər x kvadrat müsbətdir. Mənfi 1-ə vursan a kvadrat çıx 5a çıx 14 kiçik bərabər 0. Buradan da ki toplayanda mənfi 5 vuranda mənfi 14, mənfi 7 müsbət 2-dir. Müsbət 7, mənfi 2 toplayanda müsbət 5, vuranda mənfi 14. Yəni a çıx 7, a üstə gəl 2. Kiçik bərabər 0. Vurub açanda baxın a kvadrat üstə gəl 2a. Aha. Ədəd oxu çəksək, bunun qiymətləri ilə mənfi 2, 7 parçasına düşür doğrudan da. Buradakı qiymətlərin nəyini istəyirdi? Cəmini. Baxaq indi mənfi 2, mənfi 1, 0 var. 1-dən də 7-yə qədər. 2, 3, 4, 5, 6, bir də 7. Mənfi 2, mənfi 1, 0, 1, 2. Bunlar gedir. 7 üstə gəl 5, 12, o da 13. Eləyir 25. Bu qədər.